Salam əziz şagirdlər, bu videomuzda sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərti belədir. 6 mənfi və 5 müsbət ədədlərdən təsadüfi seçilmiş 3 ədədin hasilinin mənfi olma ehtimalını tapın. Deməli, 3 ədədin hasili nə zaman mənfi olur, əvvəlcə ona baxaq. 3 ədədin hasilinin, ümumiyyətlə hasilin mənfi olması üçün mənfi qrupların sayı tək sayda olmalıdır. 3 ədədin hasilinin mənfi olması üçün biri mənfi, ikisi müsbət və ya hər üçü də mənfi olmalıdır. Əvvəlcə əlverişli halların sayını tapaq. Əlverişli halların sayı belə olur. Deməli, 6 mənfidən birini seçirik. Kombinizon 6-dan biri sunulan. Bunun yanında 2 müsbətdə seçməli isə vurulsun. Kombinizon 5-dən 2 sunulur. Kombinizon 5-dən 2. Və ya varsa toplanır. İndi 3 mənfi ədəd seçməliyik. 6 mənfi ədəddən 3-ün neçə üsulundan seçə bilirik? Kombinizon 6-dan 3 üsulundan. Bərabərdir. Kombinizon 6-dan 1, 6 verir. 5-dən 2, 10 edir. 6-dan 3, 20 edir. 60 plus 20, 80. Deməli, əlverişli hallarımızın sayı 80-ə bərabərdir. İndi isə gəlin mümkün halların sayını tapaq. Mümkün halların sayı cəmi 11 ədədimiz var idi. 11 ədəddən 3 ədəd seçməliyik. 11 ədəddən 3-ün neçə üsulundan seçmək olar? Kombinizon 11-dən 3 üsulundan bərabərdir. 11 faktorial bölək 11-dən 3 çıxanda 8 faktorial vurulsun 3 faktorial bərabərdir. 11 vurulsun 10 vurulsun 9 vurulsun 8 faktorial bölək 8 faktorial vurar 3 faktorial da 6 edir. İxtisar eləsək, 6 ilə 9, 2 qalır, 3 qalır. 2 ilə də 10-u ixtisar eləsək, 5. 100 dəfə 5, 15. 11-ə də vursaq, 165. Mümkün halların sayı da 165-dir. Hadisənin ehtimalını tapmaq üçün, hər hansısa bir hadisəsinin ehtimalını tapmaq üçün TA bərabərdir. Əlverişli halların sayı bölünsün, mümkün halların sayı düsturundan istifadə etməliyik. Beləliklə, sualımızın cavabı 165-də 80 və bunu da 5-ə ixtisar etsək, 80-i 5-ə böləndə 16, 165-i də 5-ə böləndə 33. Sualımızın cavabı 33-də 16.